Mətnə əsasən Agatha Christie-yə aid olan xüsusiyyətləri müəyyən edin. İstedadlıdır, bəli, doğrudur. Çünki biz mətnin bir neçə hissəsində Agatha Christie-nin necə istedada malik olduğunun şahidi oluruq. Misal üçün, 3-cü abzasda deyir ki, o yazmağı, oxumağı müstəqil öyrənərək 5 yaşı olanda bir ingilis uşaq yazıçısının, eləcə də Amerika yazıçısının romanını oxuya bilir. Həmçinin fortepiano ifaçılığını öyrənmək üçün Parisə anası onu göndərir. Deməli, Agata həqiqətən də istedadlı bir şəxs idi. Özünə inamsız tamamilə yanlışdır. Çünki mətndə qeyd olunur ki, o Arthur Conan Doyle'un romanı ilə tanış olduqdan sonra özünə söz verir ki, nə vaxtsa mən də detektiv roman yazacağam. Deməli, özünə inanırdı, özünə güvənirdi. Çalışqandı, bəli. Mühafizəkar yanlışdır. Mühafizəkar köhnə fikirli, geri düşüncəli, yeniliyə qarşı çıxan insanlara deyilir. Cavabımız olacaq 1 və 3.